Bugün yeni bir gün. Çay yapacağım. Sabah imtihandı. Bir de o vaxt mim yox idi da, prikol vardı. Bir de prikol var idi, o var ki sabah imtihandı, hazırlaşmışsan. Işık ne geldi? Işık. Çay sürük. Gedəcəm qaşımı aldırmağa, axır ki. Deməli, hazırlaşıram. Gedəcəm. Aşağıdan iCloud-un necəsə backuplanır. Çox gec backuplanır. O da telefonu satmaq istəyir. Mənim telefonumu götürmək istəyir. Mən də özümə 13 mini almaq istəyirəm. Ona görə hazırlaşdım. Yaşarın telefonu satacağıq. 15 Pro'sunu satacağıq. Mənə 13 min alacaq. Mənim 13 mini ona verəcəyik. Çöldə həmişə video çəkəndə elə bilirəm ki, kimsə gəlib saxlayacaq ki, mən düşdüm silo videonu. Canon var, Canon var, kamerası bir qabaq falan, display falan. O necə? Ondan çəksən necə var? Qaşan var, mən çox qıtım. Amma onda da hamı əlinə baxar da, əlində kamera var. Nə çəkir bu? Nə çəkirsiniz xanım? Yığışdırın, burada olmaz. Peki mən Canon alaq? Canon alaq? Canon. Mən dünən nə dedim bəsən? Nə dedin? Doğru nə dedin? Dünən. Mən tez-tez fikir dəyişdirirəm deyə dedik ki, mart ayında. Mən hələ də vlog çəkir olsam, mən də Canon alacaq. Yəni marta qədər məni izləsəz, mən də vlog çəkir olsam, artıq videolarımı daha kaliteli görəcəksiniz. Çünki Canon'dan çəkəcəm artıq videolarımı. Bir də bax. Olivia'ya gəlmişik. Baxacağım, indi Rəşada verirəm, mən çəksin. Var ya, deyir ki, ən sevdiyim evcil heyvanım kız arkadaşım makyaj malzemesi ararkən. Ne olursan? Parıldayırsan mən də. Bir şeylə. Para vurdum. Bir də çəkək deyə heç kim yaxınlaşmamışsın. Mən selfie kamerasının 4K çəkdiyini bilmirdim. Bundan sonra yəqin ki, telefonla çəkərəm videolarımı, belə daha rahatdır. Oyda, qaşlarım nə gündədir? Bilmədik. Bilmədik. Sabahınız xeyir. Gedək üzümü yox, bugün imtihan günüdür. Vaxtı oxuyuram, mahnını oxuyuram şu an. Qaşlarım çox kötü deyə üzümə də işıq düşür, yanır. Alışır. Ata məni öz iş yoldaşlarından olan bir dənə toya aparmışdı. Orada da məni çox istəyirdilər, atanı çox istəyirdilər deyə. Dedilər ki, gedək mahnı zakaz verək. Gedmişəm verirəm. Qara gözlüyüm, mən ki, falan kəs deyirəm. Yaxşı ki, başqa qara gözlüyümü başa düşsər, onca. Hələ narazı gəlmişəm yerimə, deyirəm ki, istədiyim mahnı deyil. Qaşlar. Artıq 5 dəqiqə gecikmişəm. Gedirəm. Çıxdım uşaqlar. Deməli 50-dən 35 dənə yazdım. Əsas keçdim. Some information's not for sharing. Use different names at hotel check-ins. It's hard to stop it once it starts. I'm not sentimental, but there's something about the way you look tonight. Axır ki, evə gedirik. Ölürəm yuxusuzluqdan. Aynı bir qərarla şərq bazarına gedirik. Başını aldım və corablar. Daha doğrusu hələ səbətdədir. Biz çatırıq, evə çatırıq. Artıq bugünü bitirmək və yatmaq istəyirəm. Aha, halqa var orada. Çox severim. Çok severim. Abi geldim, bayılmışım. 3 saat yarımlık yatıram. Şimdi yemek yiyeceğim. Sonra da
Masayla stulu satmışam. Onu gəlib aparacaqlar. Çəkə bilsəm oradan da çəkərəm. Nobody saw me in the lobby. Nobody saw me in your arms. I'm not sentimental, but there's something about the way you look tonight. Makes me wanna make 'em jealous. I'm the only one who does it how you like. You better lock your phone and look at me when you're alone. Won't take a lot to get you going. I'm sorry if it's torture though. I know. Dedim ki bugün biraz adam dilinde açım videonu. Bugün hiç hevesim yoktu. Gece sıfır yuxu, sıfır yatmamışım. İndi imtahana gedirəm. Ümid edirəm ki imtahanın ortasında yatıp qalmaram diye gözüm də kırmızıdır. Paltarımı değiştirdim. İmtahan saat 12'deymiş. İstəydim yatardım. Aynı kararla nizami moldayıq. Bizim imtahandan sonraki spontanlıqlar uşaqlarla dünən Şərq bazarından bugün nizami var. Heç vaxt getmədiyimiz yerlərə. Mən acam deyə kefsiyə gəldim. Emin olmaq üçün şaurmaya bir yer baxacağım. Şaurmada yaxşı olmur. Mən başa düşmürəm şaurmadan. Şaurma nömrə 1-in şaurmasını və dönərini böyle ölümüne beğenen insanları hiç başa düşmürəm ki buralar boşdu gəlir. Seçdim bu arada, imtahandan keçdim. Bugün ama 26 dənə yazmışam 50 dənədən. O da niyə? Auditoriya o qədər səsli idi ki, yəni elə bir ki futbol baxmağa gəlmişsiniz də. Bizdə də suallar mətin kimidir, uzun-uzundur və bütün cavablar da bir-birinə oxşuyur. Basanda dedim ki, daha kəsiləcəm. O qədər əsəbləşdim ki arada durub oradakı müəllimlərdən birinə deyəcəkdim ki, yəni kəsilsəm kimsə məsuliyyət daşıyır, yəni götürürsüz məsuliyyəti. He led me to you. He led me to you. Oyda telefon əlindən düşsə necə olar? Bak seyir 6 manatlık. Şu an telefon 6 manatlık seyir orada. Sen birinci ne kadar pul girdi bize ondan danışmışsın. Nizami'de yol keçirdik. Küçük bir keçide keçdik ki yol keçir tərəfə və bu keçiddə səhvən ticarət mərkəzi kimi bir yer imiş. Normalda özümü saxlayıram belə, mağazalara girmirəm ki, çox pul xərcləməyim də. Telefonla mama ilə danışırdım. Böyle yekə aksesuar mağazası gördüm ve danışa girdim belə içəri. Xanım və adboy verən kimi gəldi dedi ki, piercingləriniz var, bəs burada dəst sırğalar var da. İstədiyinizdə dəyişə bilirəm də, dəyişmişsə dəst düzəldim falan. Çok böyle çekici geldi. 12 manat oradan bir tane hörgülü abuduk aldım. Hörgülü abuduk. Hayatımda hiç vaxt almamışam. Topuz maşakası almışam. Saçıma hiç vaxt topuz yığmıram ben. Fular aldım, o kimsə ilişdi. Topuz sen yığasın. Ben abadoku neydim sen? Bir de kız deyir ki, abadok evsiz lazım. Üstünü görsən. Olay bir siz nədir? Bu kız mənə gəldi dedi ki, üzüyü de var dedi bu sırğaların. Gəlin göstərim. Gəldim, taxdı əlimə falan. Rəşad, mən də Rəşad gəlib, Rəşada deyirəm ki, və sakit deyirəm ki, Rəşad nətərdir bu falan deyirəm belə ki, hani bəyənməmişəm, sən də bəyənmə. Çıxardım, koyum oraya. Rəşad verir, qoşaydı. Nəsə də, üzüyü də aldıq, sırğaları da aldıq, xabadıq da aldıq, topuz da aldıq, fulyar da aldıq. 34 manat da qoyduq, çıxdı. 3 saat yatıram yenə. Çayımla qovuşmuşam. Sabahınız xeyir. Bugün 3-cü imtahan gündür. Gidəcək imtahana. 700 sualdan ortalama 300 dənə oxuya bilmişəm. Mən sizə dünən aldığım şeyləri göstərmək fürsət tapmamışdım. Ben bağlayayım, səsim gəlsin mən sizin. En çok linçləndiğim şeyden başlayacağım. Mama dedi ki, şeydi, ancak orta yaşlı xalalar taxır. Həmişə almaq istəmişəm, heç vaxt almamışam.
güzel bir fular aldım. Son vaxtda şu atlı şeyleri görürsünüz. Atlı şeyleri seviyorum. Saçma takım görünce olacak. Ne balaca büyüğümüzü. Yam yam yam. Tırgalarım var. Pişirin. Şöyle. Bir tane de üstüm var. Nasıl? Ama mən bir dənə problemi var. Piercinglərimi nə vaxt çıxardıram? Yerinə taxanda nəsə eləyirəm. Bildiyiniz belə gözüm qaralır, başım gicəllər və yıxılıram. Bir dəfə bayılmışam. Qorxudan da həmin gün getdim piercing eləyən yanına ki, niyə belə oldu? O da dedi ki, bir səbəb görmürəm də. Necə səbəb görmürsən? Sonra keçənlərdə dəyişmək istədim bunu. Çıxartdım, çıxmalı çıxır. Amma yolunu tapdım deyəsən. Bağlanmasın deyə bir tər salmalıydım axı. Biraz gözüm falan düzələndə uzandım, belə uzanıb taxdım. Alındı. Şey olmadı da, ekstra bir şey olmadı. Bugün elə denəyərəm. İstəyirəm yoxlayım ki, taxmaq istəyirəm çünki qəşəng şeydir. Görüm nətər oldu? Deyil. Bu da küldü yufkanın üstüne. Gül kimi outfit eləmişdim. Şal zadda bağlamışdım bunu. Neyse yine hazırlaştım. Geçmişim. 31 tane yazdım, geçtim. Əvvəllər mandarin belə idi. Yaşıllar nədir? Yaşıl mandarin niyə var? Estetik video çəkəcək, qatar da gəldi. Ve gelecek. Necədir fitnat oldum. Aynı bir qərarla Stradivarius'a gəldik. Hadi saçımı belə yığmışam. Aşağıdan fön tutanda yumurtaya oxşuram. Gedirik çay içməyə. Çünki heç nə yoxdur mağazalarda. Sabahki imtahana hələ heç hazırlaşmamışam. 500 dənə sualdı. Yəqin ki 200-ün 300-ün oxsam bəs eləyər. Biz eve geldik. Giftek. Rəşadı boys date'e göndərirəm. Bugün 4. imtihan gündü. Outfit check yapamadık bugün. Ben hele kuska giyinmeyecektim he. Bu soğuk, yağıştı, yağmış. Çölden haberim yok. Merhaba de. Merhaba. Merhaba. Çıktım. 50'den 36 yazdım bu defa. Keçtim. Pis de yazmamışım ben. Düşünürəm ki, bunu şu an alsaq, sonra peşim olacaq ki, 40 manat ödəyəcəm. Ben düşünüyorum ki eve gidiyoruz. Havara aldım. Saçımı kesecek. Sabah bugün 5. imtihan günü.
Dün saçlarımı kesmiştim, bakın necədir. Gidik. Kalbine varmadan 12 dəqiqə gecikmişəm. Necə bilmirəm ama çok vaxtında çıxmışdım aslında evdən. Keçdim. 47'den yazdım bugün. Deməli Rəşadın mənim ad günümə aldığı Trendyol bağlamaları gəlir. O birisi bağlamalar hələ yoldaymış deyir. Yoldadır. Geri yola götürmə ama başka bağlama da var diye ben istisna istedim. Yani bu bağlamaları biraz tez açacağım. 13 gün var. Hala 13 gün var. Bu şeydir, pre hediye. Pre hediyedir. Aslında ağımdaki değil senin ama görürüm böyle büyülü bir korkmuşsan sen istediğin gibi. Açın bir de hamısını bir bakın neler var. Artık başka zaman yaparsın. Bunlar. İki tane kuşbak var kadar gömüldü. Ağzını ne salırsan az. Gəldi və mənim pre-ad günü hədiyələrimi açıram. Açdığın üstüne ne salacağım? Şey alacağım. Neyden adı? Çakpas alacağım. Havalı gelmez o. Ne demek şimdi? Hava bir şey değil ama. Hot Wheels'dir nədir? Ne anladın? Mangadır. Night date. Döner yemeğe gidelim. Döner ve çay. Küreğin kurbanları. Ben bizim için ne yemek getireyim? Videonun açanda görünce izleyeceksen ne yemek Ne getireyim? yemeğe yedireyim? Ha. Yani şu an yiyeceğimiz şey. Bana cevap ver artık. Ama bilmiyorum döner gözü değil gel. Nerede? Niye bu Ha. kadar Yok stresli oldu? Yok hayır dedim belki ben o kadar başka bir şey dedim size. Yine toyok olacak. İkisi de çöreği. Ama toyok söyleyebilirsiniz. Nasıl? Standart olsun. Standart olsun. Bir tane ayran var. Çok sağ ol. Please tell me not to go. We've been here long before. I live under your eyelids. I'll always be yours. Sen buket oldu. Gün oldu. I'll lay on your rooftop in the freezing cold, and I'll watch the sunset wearing all your I can feel you with me Tam yaşadım. like I did Ay hamsın düştü mü? Boşu düştü. like when I sang you a love Nasıl song. Bence de. I know